Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu videoda 2000 və 2025-ci illərdə DİM tərəfindən keçirilən qəbul imtahanına düşən maqnit enerjisinin suallarına baxacağıq. Və bundan əvvəl də elektromaqnit induksiya, amper qüvvəsi, Lorentz qüvvəsi, müxtəlif mühitlərdə elektrik cərəyanı və s. bütün əvvəlki bölmələr paylaşılıbdır. Kanaldan keçid edib baxa bilərsiniz. Yəni qəbul tipli sualların hamısı paylaşılıbdır. Belə videoların da davamlı gəlməni istəyirsə kanala abunə olub mənə dəstək ola bilərsiniz. Başlayağın vaxt itirmədən birinci sualdan. Verilmiş sarğacda L sabitdir veriblər. Maqnit sahəsinin enerjisi maqnit selindən asılılıq qrafiki. Maqnit sahəsinin enerjisinin düsturları bunlardır. L kvadratı bölü 2, fi kvadratı bölü 2L, bir də fi bölək nədir? 2'dir. İndi bizə nə deyir? L sabitdir və maqnit sahəsinin enerjisinin fidən asılığı. Onda bu düsturu götürəcək. Biz necə asılı olduq? Kvadratik düz asılı. A variantı. Verilmiş sarğacda L konstant. Maqnit sahəsinin enerjisi maqnit selindən asılılıq qrafiki eyni sualdır. Kvadratik düz asılı dedik. Üçüncü sual. Verilmiş sarğacda maqnit sahəsinin enerjisi ondakı cəryan şiddətinə asılılıq qrafiki. Verilmiş sarğac deyirsə L sabitdir. L konstant götürsün induktivliyi. Maqnit sahəsinin enerjisinin düsturu L kvadratı bölü 2'dir. Onda kvadratik düz asılı olacaq. Sarğacın induktivliyini 4 dəfə azaltdıqda onun maqnit sahəsinin enerjisi 16 dəfə artmışsa cəryan şiddəti necə dəyişmişdir? Deməli, induktivliyi 4 dəfə azaldırıq, maqnit sahəsinin enerjisi 16 dəfə artır. Bizdən cəryan şiddətinin necə dəyişdiyini soruşur. Maqnit sahəsinin enerjisi W bərabərdir L kvadratı bölü 2'dir. Baxın, induktivlik 4 dəfə azaldı. Onda maqnit sahəsinin enerjisi 4 dəfə azalmalıydı. İndi biz cəryanı ilə dəyişməliyik ki, maqnit sahəsinin enerjisi 16 dəfə artsın. İndi mən cəryanı 8 dəfə artırsam, kvadratik düzdür axı, maqnit sahəsinin enerjisi neçə dəfə artdı? 64 dəfə. 64 dəfə artırıb 4 dəfə azaltsam, neçə dəfə artacaq? 16 dəfə artmış olacaq. Deməli, cəryan şiddətini nə etməliyəm? 8 dəfə artırmalıyam. Cavab oldu D variantı. 5-ci sual. Sarğacdakı cəryan şiddəti 2 amper olduqda ondan keçən maqnit seli 50 milliweberdir. Sarğacın maqnit sahəsinin enerjisini tapın. Deməli, əlimizdə nə var? Cəryan şiddəti, bir də maqnit seli. Fi 50 milliweberdir. Cəryan şiddəti I bərabər neçədir? 2 amperdir. Maqnit sahəsinin enerjisinin düsturu fi bölək 2'dir. Gətirib yerinə qoysaq, fiimiz neçədir? 50 millidir. 50 vuraq 10 üstü mənfi 3. Vuraq i'miz 2 bölünsün 2. Bu ikiləri ixtisar getdi. Qaldı 50 vuraq 10 üstü mənfi 3. O da eləyər 0,5. 0,5 joule. Cavab olacaq D variantı. 6. Sarğacdakı cəryan şiddəti 8 amper olduqda maqnit sahəsinin enerjisi 4 joule olmuşdur. Sarğacdan keçən maqnit selini tapın. Yazırıq ki, maqnit sahəsinin enerjisi fi bölək 2. Buradan fi'ni tapsaq, fi bərabərdir 2W bölünsün nə? I olacaqdır. 2 vurulsun, enerji 4'dür, bölünsün, cəryan şiddəti 8'dir. Oldu 1 Weber. Cavab olacaq A variantı. 7-ci sual. Sarğacdakı cəryan şiddəti necə dəyişməlidir ki, onun maqnit sahəsinin enerjisi 100 jouldan 400 joula qədər artsın? Yəni, maqnit sahəsinin enerjisi əvvəlcə nə qədər idi? 100 idi. Sonra oldu neçə? 400 joule. Neçə dəfə artdı? 4 dəfə artdı. Yəni, W2 bərabər 4W1'ə. Bizə deyir ki, cəryan şiddətini necə dəyişməlidir sarğacdakı? Sarğacdan söhbət gəlirsə, eyni bir sarğacdır. L konstantdır. W bərabər nəyə? L kvadratı bölək 2'dir. İndi enerji neçə dəfə artıb? 4 dəfə artıb. Onda cəryan şiddətini 2 dəfə artırmaq lazımdır ki, enerji 4 dəfə artsın. C variantı olur. 8. Sarğacda cəryan şiddəti 0,2 amperdən 0,8 amperədək artırdıqda maqnit sahəsinin enerjisi necə dəyişər? Deməli, əvvəlcə cəryan şiddətimiz 0,2 amper imiş. Sonra olub I2 bərabər 0,8 amper. Maqnit sahəsinin enerjisi necə dəyişər? Baxın, cəryan şiddəti neçə dəfə artıb? 4 dəfə artıbdır. Yəni, I2 bölək I1 bərabər 0,8 bölək 0,2 oldu 4. Maqnit sahəsinin enerjisi L kvadratı bölək 2'dir. Cəryanla necə asıldı? Kvadratik düz asıldı. Cəryan şiddəti 4 dəfə artırsa, maqnit sahəsinin enerjisi 16 dəfə artar. Cavab oldu Y variantı. 9. Kök altı 2 WL
hansı fizik cəmiyyət verir? Gəlin belə yazalım. 2 W yerinə yazıram fi kvadratı bölək 2L vuraq L. Bu şəkildə yaza bilərik. Bu maqnit sahəsinin enerjisinin düsturudur. Baxın bu. İndi buradan ixtisarlar edilsə L'lər 2'lər getdi. Kök altda fi kvadratı, oradan da nə çıxar? Fi çıxar. Bu da bizə verəcək maqnit selini. Cavab olur A variantı. 10-cu sual 2W bölək L 2024-cü ildə qəbula düşübdür. Maqnit sahəsinin enerjisinin düsturunu yazsam belə yazaram. 2 vurulsun enerjinin yerinə L kvadratı bölək 2 enerjinin düsturudur. Bölünsün L. Buradan bu 2'lər ixtisar gedər. L'lər ixtisar gedər. Kök altda E kvadratı, oradan da I çıxacaq. Cəryan şiddəti olur. Y variantı. Cəryanlı sarğacın maqnit sahəsinin enerjisi hansı ifade ilə təyin olunur? I cəryan şiddəti L induktivlikdir. Maqnit sahəsinin enerjisi L kvadratı bölək 2 ilə təyin olunur. D variantı olur. 2005-ci ildə qəbul sualı olubdur. 12. Cəryanlı sarğacın maqnit sahəsinin enerjisi hansı ifade ilə təyin olunur? Maqnit sahəsinin enerjilərinin düsturu bunlar da. Fi I bölək 2, L kvadratı bölək 2, bir də fi kvadratı bölünsün nədir? 2L'dir. Aha. İndi bizə lazımdır hansı? Bu üçündən biri olacaq. Fi bölək 2 var, yoxdur. Məsələn, fi kvadratı bölək 2L. A variantı ilə olacaq. A variantı olacaq. 13. Sarğacda yaranan maqnit sahəsinin enerjisi sarğacdan keçən maqnit selindən asılılıq qrafiki verilmişdir. Sarğacın induktivliyini hesablayın. Maqnit sahəsinin enerjisinin düsturu fi kvadratı bölək 2L'dir. Oradan L'yi tapsaq nə olar? Fi kvadratı bölək 2 maqnit. W maqnit. Gətirib yerinə qoysan. Finin yerinə 0,4 qoyursun. 0,4'ün kvadratı. 0,4 vuraq 0,4 bölək 2 enerjinin yerinə 0,8 qoyun. 0,8. Buradan ixtisarlarımızı eləsək, bax bu 0,4 ilə bu 0,8 gedər. Burada 2 qalar. 2 2 evranda 4 eləyir. 0,4 bölək 4 bu da eləyər 0,1 Henry. Cavab oldu B variantı. 14-cü sual. Sarğacda yaranan maqnit sahəsinin enerjisinin sarğacdan keçən cəryan şiddətindən asılılıq qrafiki verilmişdir. Sarğacın induktivliyini deyir hesablayın. L bərabərdir suala. Maqnit sahəsinin enerjisinin düsturu L kvadratı bölək 2'dir. Buradan L'yi tapanda L bərabər 2W bölünsün I kvadratı. Yerinə qoysaq 2 vurulsun 0,9 i'miz neçədir? 3'dür. 3'ün kvadratı. Bu olur 1,8 bu da eləyir 9. 1,8 9'a bölündə 0,2 Henry olacaq. Cavab oldu Y variantı. 15. Rəqs konturunda sərbəst elektromanyetik rəqslər zamanı sarğacın maqnit sahəsinin enerjisini kondensatorun elektrik sahəsinin enerjisinə asılılıq qrafiki vermişdir. Grafikin A nöqtəsinə uyğun maqnit sahəsinin enerjisi nəyə bərabərdir? Ümumiyyətcə nəyi bilməlisiniz burada? Tam enerji maqnit sahəsinin enerjisi ilə elektrik sahəsinin enerjisinə bərabərdir. Baxın bu nöqtəyə fikir versək, bu nöqtədə nə sıfırdır? Elektrik sahəsinin enerjisi sıfırdır. Onda buradakı maqnit sahəsi özünün maksimal qiymətini alıb, maqnit sahəsinin enerjisi. Onda bu nöqtə bizə nəyi verir? Tam enerjini verir. Deməli tam enerjimiz neçədir? 60'dır. A nöqtəsində elektrik sahəsinin enerjisi 20'dir. Maqnit sahəsinin enerjisi üstə gələk 20. Maqnit sahəsinin enerjisi olacaq 40 millijoule. Yəni bu nöqtədə bu ikisinin cəmi bizə nəyi verməlidir? 60'ı verməlidir ona görə. Cavab oldu nə? C variantı. 16-cı sual. Yenə baxın. Bura bizə nəyi verəcək? Tam enerjini verəcək. Bu nöqtədə maqnit sahəsinin enerjisi 20'dirsə, bu nöqtədə elektrik sahəsinin enerjisi olmalıdır 40. Hardan bilirik? İkisinin cəmi tamı verməlidir, yəni 60'ı verməlidir. Oldu neçə deməli? 40. Y variantı. Verilmiş bir cins maqnit sahəsində induksiya xətlərində perpendikulyar istiqamətdə hərəkət edən elektrona təsir edən Lorentz qüvvəsinin zərrəcin kinetik enerjisindən asılılıq qrafiki. F Lorentz bərabərdir QB və-yə. Buradan QB, V-nin yerinə nə yaza bilərik? Kökün altında. Baxın, kinetik enerjinin düsturu budur. MV kvadratı bölünsün 2'dir. Buradan V'yi tapanda nə olur? Kök altında 2W kinetik bölünsün nə? M olur. Onda Lorentz qüvvəsi kinetik enerjiden necə asılı oldu? Baxın, fikir verin, kök altı düz asıldı. Qrafikimiz onda nə olacaq? C variantı. İnduktivliyi 4 Henry olan sarğacın maqnit sahəsinin enerjisi 20 millijoule olarsa sarğacdakı cəryan şiddətini tapın. Yazırsınız ki W bərabərdir L kvadratı bölək 2. Buradan I bərabərdir kökün altında 2W bölünsün L. Yerinə qoysaq 2 vurulsun 20 millijoule oldu. 20 vuraq 10 üstü -3. Yəni 0 tam neçə eləyir o da?
%2 bölünsün. İndüktivlik də 4'dür. Getdik qoyduq bura yerinə. Deməli 2'yi 0,2'ye vuranda 0,4. Onu 4'e bölündə çoxaltda 0,1 eləyir. Buradan nə çıxar? 0,1 amper. Cavab oldu D variantı. 19-cu sual. Cəryan şiddəti 10 amper olan sarğacda maqnit sahəsinin enerjisi 2,5 jol olarsa, onun indüktivliyini hesablayın. Deməli, cəryan şiddətini veriblər bizə, maqnit sahəsinin enerjisini və L-i soruşurlar. Maqnit sahəsinin enerjisinin düsturu L kvadratı bölü 2'dir. Buradan L-i tapanda olur deməli 2W bölünsün cəryan. İnin kvadratı. 2 vurulsun 2,5 bölünsün onun kvadratı 100 yanı. 2,5'e vuranda 5, 5'i də 100'e böləcəyik, 0,5 edəcəyik. 0,5 Henry. Cavab olur D variantı. 20-ci sual. İndüktivliyi 2 Henry, daxilindəki maqnit seli 6 Weber olan sarğacın maqnit sahəsinin enerjisi. Maqnit seli var, bir də indüktivlik var. Onda bu düsturdan istifadə etməlisiniz. Fi kvadratı bölü 2L. Fi'miz neçədir? Deməli 6. 6'nın kvadratı bölünsün 2 vurulsun 2. 36'yı 4'e böləndə olacaq deməli 9 jol. Cavab oldu D variantı. Maqnit seli 5 Weber olan cəryanlı sarğacın maqnit sahəsi enerjisi 10 jol olarsa cəryan şiddətini tapın. Deməli əlimdə fi var. Nə var bir də? Enerji var. Bizdən nəyi soruşur? İni soruşurlar. İ bərabər suala. Onda həm fi, həm i olan düsturdan istifadə etməliyik. O da fi bölək nədir? 2'dir. Buradan ini tapsaq 2W bölünsün. Fi yazaram bura. 2 vurulsun. W neçədir? 10'dur. Bölünsün. Fi'miz neçədir? 5'dir. Bu da olacaq 4 amper. Cavab oldu C variantı. 22-ci sual. Sarğacda cəryan şiddəti 10 amperdən 8 amperə qədər azaldıqda maqnit sahəsinin enerjisi 18 jol azalır. Sarğacın indüktivliyini hesablayın. Deməli, burada nə etməliyik ilk işimiz? Buranı bir dənə təmizləyək. Baxın. Deməli, cəryan şiddəti I1 bərabərdir 10 amper. I2 bərabər neçə? 8 amperdir. Maqnit sahəsinin enerjisi 18 jol azalıb. I2 bərabərdir. W2 bərabər. W1 çıxılsın nə? 18. Azalıbsa çıxırıq. Aha. İndi bizə ilk işimiz W1'i tapmaqdır buradan. Yazacağıq onda. L-i soruşur da. Birinci başlanğıc enerjiyi tapaq, sonra L-i taparıq. W nəyə bərabərdir? Deməli, L kvadratı bölü 2 yazaram buradan. W ilə kvadratik düz asıldı. Onda yazırıq W2 bölək W1 bərabərdir. I2 kvadratı bölək I1'in kvadratı. W1'in yerinə 2'in yerinə yazaq. W1 çıxaq 18 bölək W1 bərabərdir. I2'nin yerinə yazırsınız 8. 8'in kvadratı 64. I1'in də yerinə 10. Onun da kvadratı 100. Çarpaz vurursunuz buradan. Çarpaz vuranda belə olur. 100 W1 çıxaq. 100 vuraq 18. Yəni 1800 bərabərdir 64 W1'ə. İndi 1800 keçirdin sağa, 64 W1'i də sola keçirsək 100 W1 çıxaq 64 W1 bərabərdir 1800'ə. Buradan da bir dənə yer açaq buradan. Belə eləyərik də. 36 W1 bərabərdir 1800'ə. Buradan da alırıq ki W1 bərabərdir 1800 bölək neçə? 36. Bu da bizə nəyi verəcək? 36'ya böləndə. Deməli 180 36'ya böləndə 5, o da 50. Deməli başlanğıcda enerjim neçəymiş? 50 joluymuş. 50 joluymuş. Bunu tapdıq. İndi gətirib yerinə qoysam W1 bərabərdir L1 kvadratı bölü 2. Enerjinin yerinə qoyuram 50 bölək 2 L. İnin yerinə 8 idi. Dəqiqə. O yox, 10 idi. 10 kvadratı L vuraq 10'un kvadratı bölü 2. Buradan L bərabərdir 2 vuraq 50 bölək 10'un kvadratı 100. Bu da eləyəcək 1 Henry. Cavab olur 1 Henry. A variantı. Yirmi üçüncü sual. Sarğacda cəryan şiddəti 2 amperdən 5 amperə qədər artırdıqda maqnit sahəsinin enerjisi 84 jol artdı. Sarğacın indüktivliyini hesablayın. Yenə qayda olaraq eyni qaydadır. Baxın. 2'dən ara gəlib 5'ə gəlibdir. Yəni cəryan şiddəti artıbdır. Onda yazırıq W2 bölək W1 bərabərdir I2'nin kvadratı bölək I1'in kvadratı. W2'miz neçədir? 84 jol artıb. Yəni W1 üstə gəlir 84
bölək W1 bərabərdir. I2'miz 5'dir. 5'in kvadratı 25. I1'miz 2'dir. Onun da kvadratı olacaq 4. Çarpaz vursanız belə olur. 25 W1 bərabərdir 4 W1 üstə gələk 84 vuraq 4. 84 vuraq 4. Buradan bunu keçirsək bir yana olacaq 21 W1 bərabərdir 84 vuraq 4'ə. W1 bərabərdir 84 vuraq 4 bölək 4'ə. 4'ə yox, daha doğrusu 21'ə. Bunlar ixtisar gedər. Burada nə qalar? 4 qalar. 4'ü 4'ə vuranda 16. Başlanğıcda enerjimiz 16 imiş. Bizdən induktivliyi soruşur. W1 bərabərdir L1 kvadratı bölü 2'dir. W tapdıq 16 enerjini yəni. L'imiz neçədir? Bilmirik. L. I1'imiz neçədir? 2'dir. 2'nin kvadratı bölünsün 2. Buradan 2'nin kvadratı 4 eləyir. 2 ilə ixtisar eləyərik. Burada qalar nə? 2. Onda 2L bərabərdir 16'ya. L də bərabərdir 8 Henry. Cavab olacaq C variantı. 24. Verilmiş sarğacın maqnit sahəsinin enerjisinin ondakı cəryan şiddətindən asılı qrafiki verilmiş sarğac deyirsə L sabitdir. L konstant olanda cəryan maqnit sahəsinin enerjisi L kvadratı bölü 2'dir. Enerji I ilə necə asıldı onunla? Kvadratik düz asıldı. Y variantı olur. Cəryan şiddətinin verilmiş qiymətində sarğacın maqnit sahəsinin enerjisi onun induktivliyindən asılığı cəryan şiddətin verilmiş qiymətində. Deməli, I sabitdir. Nə sabitdirsə o düsturda olmalıdır. Ona görə biz bu düsturdan istifadə etməliyik. L kvadratı bölü 2'dən. Göründüyü kimi I sabit olanda L ilə necə asıldı? Düz asıldı. Cavab olur Y variantı. 26-cı sual. Rəqs konturunda sönməyən elektromagnetik əkslərin zamanı sarğacın maqnit sahəsinin enerjisinin onun kondensatorun elektrik sahəsinin enerjisine asılı qrafik verilmişdir. Grafikin A nöqtəsinə uyğun maqnit sahəsinin enerjisini hesablayın. Baxın, tam enerjimiz neçədir? 60'dır. Elektrik sahəsinin enerjisi A nöqtəsində neçədir? 20'dir. Deməli, maqnit sahəsinin enerjisi 40 jol olmalıdır ki, ikisinin cəmi nəyi versin bizə? 60'ı versin. Ona görə cavab olur 40. A variantı. 27. Rəqs konturunda sönməyən elektromagnetik əkslərin zamanı sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisine asılı qrafik verilmişdir. Grafikin A nöqtəsinə uyğun elektrik sahəsinin enerjisini hesablayın. A nöqtəsinə maqnit sahəsinin enerjisinə qədərdir? 20. Tam enerji neçədir? 60'dır. İndi tam enerji nəyə bərabərdir? Maqnit ilə elektrikin cəminə bərabərdir. Onda mən buradan elektriki tapsam nə yazmalıyam? Tam çıxılsın maqnit. Yəni belə olacaq da 60 çıxılsın 20. O da olacaq neçə? 40. Cavab olur 40 milli jol. B variantı. 28. Cəryanlı sarğacın induktivliyini 2 dəfə artırdıqda onun maqnit sahəsinin enerjisi necə dəyişər? Cəryanlı sarğacın induktivliyini 2 dəfə artırıram. I sabitdir. Maqnit sahəsinin enerjisi L kvadratı bölü 2'dir. I sabitsə L 2 dəfə artırırsansa enerji L ilə düz asılı oldu. I-nin sabit qiymətində. Onda enerjidən neçə dəfə artacaq? 2 dəfə. Cavab olacaq A variantı. Sarğacdakı cəryan şiddətini 3 dəfə artırdıqda onun maqnit sahəsinin enerjisi. Cəryan şiddətini 3 dəfə artırıram. L də sabitdir. Maqnit sahəsinin enerjisi L kvadratı bölü 2'dir. L sabitdir. Enerji I ilə kvadratik düz asıldı. I-ni 3 dəfə artırırıqsa enerji 9 dəfə artar. Cavab olacaq A variantı. Kökaltda 2W bölü L bizə nəyi verir? Uşaqlar diqqətli olun burada. Düşünə bilərsiniz ki, onsuz da asandır. Fikir versək 2012-ci ildə qəbul imtahanına düşüb və buna 31,5% deyək də. Təqribən səhv cavab veriblər. 43,10 məsələn 44% deyək. 44% düz cavab verib. Hardasa 25% cavab verməyən var buna. Deməli burada nə deyir? 2W bölü L-dir. W maqnit sahəsinin enerjisidir. Maqnit sahəsinin enerjisinin yerinə məsələn yaza bilərik. L kvadratı bölü 2. 2 L kvadratı bölü 2. Burada da bir dənə L'imiz var. İxtisarlarımız eləsək, bax bu 2'lər getdi, L'lər getdi. Kökaltda I kvadratı qaldı. I kvadratından da nə çıxar? I. Deməli cəryan şiddətiymiş. D variantı oldu. Kökün altında 2WL 2 enerji yerinə qoyursunuz. Deməli fi kvadratı bölü 2L qoyun. Fərqi yox, hansını qoysanız onu düz çıxacaq. Vuraq L. Buradan bu L'ləri attım, 2'ləri attım. Buradan nə çıxdı? Fi çıxdı. Maqnit sel olacaqdır. Yəni istənilən bir düsturunu qoysanız onsuz da çıxır, fərqi yoxdur.
Rəqs konturunda elektrik sahəsi enerjisinin maqnit sahəsi enerjisinə asılılıq qrafiki verilmişdir. A nöqtəsinə kondensatın gərginliyinin ani qiyməti onun maksimal qiymətindən 2 dəfə azdır. Yəni A nöqtəsində UA bərabərdir, UM bölünsün 2-dir. Bax, bunu yadımızda saxlayaq. Maqnit sahəsi enerjisini hesablayın. Bizdə A nöqtəsindəki maqnit sahəsi enerjisini soruşurlar, yəni buranı. İndi nə etməliyik biz burada? Enerjinin saxlanma qanunundan istifadə edəcəyik. Tam enerji nəyə bərabərdir? Tam enerji maqnit sahəsi enerjisi ilə elektrik sahəsi enerjisinin cəminə bərabərdir. Tam enerjinin yerinə qoyuruq məsələn CU kvadratı, CUM-in kvadratı heç bu lazım deyil, qalsın. Tam enerji var da əlimizdə, nə edik ki? Aha, bu elədir. Digər tərəfdən, indi gəlin tam enerjiyi yazağın. Tam enerji bərabər CUM-in kvadratı bölə 2. Buna neçə demişik? 200. Bax, burada veriblər. Bu tam enerjidir. Bəs elektrik sahəsi enerjisini mən tapsam necə tapacağam? Elektrik sahəsi enerjisi CU kvadratı bölə 2 yazacağam. A nöqtəsi üçün yazıram. İndi UA nəyə bərabərdir? UM bölə 2-dir da. Gətirib yerinə qoysam C bölə 2, UA-nın da yerinə UM bölünsün 2. Onun kvadratı mı? UM-in kvadratı bölə 2-nin kvadratı 4 elədir. İndi fikir verin bura. Bu bizə nəyi verir? 200 verir də tam enerjini verir. Onda 200, bax burada almışıq axı. Gətdim yerinə qoydum. 200 bölək 4 oldu 50. Aha, tam enerjim neçədir? 200. Maqnit sahəsi enerjisini bilmirəm. Elektrik sahəsi enerjisini də tapdıq A nöqtəsində 50-dir. Onda maqnit sahəsi enerjisi 200 çıxılsın neçə? 50 oldu 150. Cavab olacaq A variantı. Sual qalmadı? Yox. Sonra 33. Rəqs konturunda elektrik sahəsi enerjisinin maqnit sahəsi enerjisinin asılılıq qrafik verilmişdir. A nöqtəsində kondensatorun yükünün aynı qiymətinin maksimal qiymətindən 2 dəfə az olarsa. Hə, deməli A nöqtəsindəki kondensatorun yükü maksimal qiymətindən 2 dəfə nədir? Azdır. Belə yazırıq. Aha, bizə deyir ki, bu anda maqnit sahəsi enerjisini tapın. Yenə, bax, bu maqnit sahəsi enerjisini tapın deyir. Yenə eyni qaydanı tətbiq edərsiniz burada. Deməli, ilk öncə tam enerjinin düsturunu yazağın. Tam enerji nəyə bərabərdir? Məsələn, QM-in kvadratı bölək 2C. Bu bizə bunu verir. Q kvadratı bölək 2C elektrik sahəsi enerjisinin aynı qiymətidir. QM kvadratı bölək 2C isə tam enerjini verir. Yəni, elektrik sahəsinin maksimal enerjisidir. Onda A nöqtəsi üçün mən elektrik sahəsi enerjisini yazsam, Q kvadratı bölək nə yazaram? 2C. Q-nün yerinə QM bölək 2 qoysam, Q adda bu. QM bölü 2'nin kvadratı olacaq. Olacaq onda QM'in kvadratı 2C bir də QM bölü 2 axı. Orada 4 oldu da. İndi fikir versək buraya. Baxın bu QM kvadratı bölü 2C bizə nəyi verib? 100'ü verib də. Tam enerji 100'dür da. Bunu veriblər bizə. Bax bu 100'dür. Aha. Onda necə olacaq? Baxlar. Sərgəliləyək. Bax. Belə düşünün də. Görünsün bu. QM kvadratı bölü 2C 100'dür. Onda yazacağıq. A nöqtəsində elektrik sahəsi enerjisi 100 bölünsün 4 oldu 25. 25. Deməli bura 25'dir. Onda bura neçə olmalıdır? Bura 75 olmalıdır ki, ikisinin cəmi bizə nəyi versin? 100'ü. Onu da buradan çıxardırıq da. Tam enerji nəyə bərabərdir? Elektrik sahəsi enerjisinin maqnit sahəsi enerjisi. Tamımız 100, elektrik sahəsi enerjisi 25, üstə gəlsin maqnit sahəsi enerjisi. Maqnit sahəsi enerjisi də olacaq 75 millijol. Cavab oldu 75 millijol. A variantı. Növbəti sualımız. Sabit cəryan mənbəyinə aktiv müqavimətin nəzərə alınmayan. Aktiv müqavimət nəzərə alınmayan deyəndə bəzən uşaqlar qarışdırır. Bu eri nəzərə alırlar. Er demək deyil o. Rezistor müqavimət deyil. Aktiv müqavimət dediyimiz şey burada sarğacı müqavimətidir. Bax bu da aktiv müqavimət. Bu da sıfırdır. Yəni dəyişən cəryandan qarışdırmayın buranı. Sarğac qoşulmuşdur. Sarğacın maqnit sahəsi enerjisi. Maqnit sahəsi enerjisi L kvadratı bölə 2'dir. L'yi bilirəm mən 0.4. I lazımdır. Bəs I-ni hardan tapacağam? Tam dövrə hissəsi üçün Ohm qanununun düsturu I bərabərdir. Epsilon bölünsün R plus R'dən istifadə edəcəm. Epsilon neçədir? 12'dir. 12 bölək. R'imiz 3. Üstə gəlsin 1. 12 4'ə böləndə olacaq neçə? 3 amper. Gətirib L'in yerinə 0.4, cəryan şiddətinin yerinə də 3'ün kvadratı bölünsün 2.
Bura eləyir 0.2. 0.2 9'a vuranda 1.8 joule eləyər. Cavab oldu B variantı. 35. Sarğacın daxilindəki maqnit seli 0.3 Weber'dən 0.7 Weber'ə qədər artırdıqda maqnit sahəsi enerjisi 0.4 joule artdı. Sarğacın induktivliyini hesablayın. İlk işimiz burada başlanğıc enerjini tapmaqdır. Yəni başlanğıcda maqnit sahəsi enerjisi nə qədər olub, onu tapmaq lazımdır. Aha, onu hardan tapacağıq? Maqnit sahəsi enerjisinin düsturu deməli fi kvadratı bölə 2L. Bax bu düsturdan göründüyü kimi enerji fi ilə necə asıldı? Kvadrat düz asıldı. Onda yazırıq W2 bölək W1 bərabərdir. Fi 2'nin kvadratı bölək fi 1'in nəyi? Kvadratı. Enerji nə qədər artıb? 0.4 joule. Yəni əvvəl nə qədər isə onun üstünə 0.4 gəlir. Onda W2'nin yerinə yazırsınız W1 üstə gəlir 0.4 bölək W1 bərabərdir. Başlanğıcda maqnit seli 0.3'dür. 0.3'ün kvadratı sonda neçədir? 0.7'dir. Fi 2'də 0.7'nin kvadratıdır. Buradan indi belə bir şey eləyək. Çarpaz vursaq 0.3 vuraq 0.3, bura 0.7 vuraq 0.7. Tamları atsaq sanki belə olacaq da. 49, burada 9. Bu şəkildə aldıq. İndi çarpaz vurağın. Çarpaz vuranda necə olacaq? Qulaq asın uşaqlar. Deməli 9'u vuracaq W1'ə. Bax belə aldıq da. Gəlin buradan yazım, qarışdırmayın siz. 0.4 bölək W1 bərabər oldu 49 bölünsün 9. Çarpaz vurun. 49 W1 bərabərdir 9 W1 üstə gələk 9'u 0.4'e vuranda 3.6. Buradan W1'i tapdıq. Bunu keçirdik bir yana 40 W1 bərabərdir 3.6'ya. W1 bərabərdir 3.6 bölünsün 40'a. Bu şəkildə bir ifadə aldıq. Bu şəkildə də gəlin bunun hər ikisini 4'e bölsəm 0.9 bölək 10 o da eləyir 0.9. Bu bizim başlanğıc enerjimizdir. İndi bizə nə lazımdır? Eli tapmaq. Onda W1 bərabərdir fi 1'in kvadratı bölək 2L yazıram. Burada W1'in yerinə yazacaq 0.9. Fi 1'imiz neçədir? 0.3. 0.3'ün kvadratı bölək 2L. 0.3'ün kvadratı 0.9 eləyir. Onda bu 0.9'ları apardıq. Burada 1, burada 1 qaldı. Buradan da alırıq ki 2L bərabərdir 1'ə. Çarpaz vurdum. Burada 1 daxil. Buradan da L neçə tapdım? 1 bölək 2. Yəni 0.5 Henry tapdıq. Deməli cavab olur 0.5 Henry. Açıq sualdır. 0.5 Henry aldıq. 36-cı sual. Nə deyir 36'da bizə? Deməli, sarğacın maqnit sahələrinin enerjilərinin nisbətini soruşur bizdən. W1 bölək W2'ni soruşur. Baxın, fikir versəz, hər ikisində induktivlik eynidir. Yəni, L1 L2'yə bərabərdir. Onda L kvadratı bölü 2'dən gedərəm. L'lər eynidir onsuz da. Aktiv müqavimətdə nəzər almıram. Yazıram onda I1'in kvadratı bölək I2'nin kvadratı. Çünki enerji L kvadratı bölü 2'dir. I ilə düz asıldır. Bəs I-ni necə müqayisə edəcəm? Paralel birləşib bura. Paralel birləşmədə ular sabitdir. I nəyə bərabərdir? U bölü yer deyil. I R-ilə tərs asıldı. Gətirib buradan, baxın uşaqlar, ilərin nisbətinə baxacam. I1 bölək onda I2 bərabərdir. R2 bölək R1. Yəni başqa sözlə R2 yerinə 2R, R1'in yerinə R. Bunları ixtisarləsək, onda I1 bərabərdir 2I2 aldıq. Yəni birincidən keçən cəryan şiddəti ikincidəkindən 2 dəfə çoxdur. İndi yerinə qoysaq W1 bölək W2 bərabərdir. I1'in yerinə qoyuram 2i2. 2i2'nin kvadratı bölək i2'nin kvadratı. Buradan da aldıq 4. Deməli cavab olur nə? B variantı 4 olacaqdır. Bu şəkildə eləyə bilərik. Və yaxud da birbaşa ilə i r-lə tərs deyil. Buradan gətirib i-nin yerinə nə qoya bilərəm? U bölək r kvadratı üstəldərəm. Onda enerji r-lə kvadratik tərs asılı olardı. Elə də deyə bilərsiniz təbii ki. 37-ci suala baxaq. Demək 37-də nə deyir? İnduktivlik 80 milli Henry. L bərabərdir 80 milli Henry'dir. Yüklü sarğacdan keçən yükün miqdarı Q bərabərdir 5T. Qanunda dəyişir. Sarğacın maqnit sahəsinin enerjisini hesablayın. W bərabərdir L kvadratı bölü 2'dir. İnduktivliyimiz 80 milli Henry. Millidir. Çevirəm.
Reytdən millidən keçmək lazımdır. 80 vuraq 10 üstü mənfi 3-ə, o da olur 8 vuraq 10 üstü mənfi 2. 8 vuraq 10 üstü mənfi 2 Henry'dir bu. Yəni 0-dan %8'dir. Gətirib yerinə qoyuruq. Bura 8 vuraq 10 üstü mənfi 2 bölə 2. Bəs ini hardan tapacağım? Q-nün birinci tərtib törəməsi bizə ini verir. Yəni i bərabər Q-dən bir dəfə törəmə artsız zamana görə. Bu da olacaq 5t-nin törəməsi 5-i verəcəkdir. Bu da 5. İni yerinə 5-i qoyacaq 5-in kvadratı. Olacaq neçə? 5-in kvadratı yazarlar. 2, 8-i ixtisarləsən burada 4 qalır. 4-ü vuram 25-ə, vuram 10 üstü mənfi 2-yə. 100 vuraq 10 üstü mənfi 2, o da deyil 1. Cavab olur 1 joule. C variantı. Növbəti sualımız 38. Sarğacın induktivliyini 2 dəfə azaldıb, ondakı cəryan şiddətini 6 dəfə artırdıqda onun maqnit sahəsi enerjisi necə dəyişər? Baxın, induktivliyi 2 dəfə azaldıb, L2 bərabərdir L1 bölə 2. Ondakı cəryan şiddətini 6 dəfə neynədik? Artırdıq. E2 bərabərdir 6 1-ə. Bizə deyir ki, enerji necə dəyişər? Əslində şifahi eləyə bilərsiniz. İnduktivliyi 2 dəfə azaldığı üçün W bərabərdir L kvadratı bölə 2-dir. İnduktivliyi siz 2 dəfə azaldıbsınızsa, maqnit sahəsi enerjisi 2 dəfə azaldı. Cəryanı 6 dəfə azaltmaq, enerjini 36 dəfə artırmaqdır. İndi bir kəmiyyəti 36 dəfə artırıb 2 dəfə azaltsaq, 18 dəfə artar. Bunu bu şəkildə yaza bilərik. Və yaxud da istəyirsinizsə konkret düsturla həll eləmək, W2 bölək W1 həm L-dən, həm də I-dən düz asıldı. L2 bölək L1, I2-nin kvadratı, I-nin kvadratik tamam. Bölək I1-in kvadratı. Yerinə qoysaz, L2-in yerinə qoyun L1 bölək 2, bir dənə L1 burada var onsuz da. I1-in kvadratı, I2-nin yerinə 6-1 qoysaz, burada deyəcək 36 I1-in kvadratı. İxtisarlarınızı eləsəz, burada L-lər, I-lər ixtisar getdi, 36-yı da 2-yə böldünüz, 18 oldu yenə cavab. C variantı yəni. Tamam. Növbəti sualımız 39-cu sual. Sarğacda yaranan öz-özünə induksiya EHG-sinin modulunun ondan axan cəryan şiddətinin dəyişmə sürətindən asılıq qrafiki verilmişdir. Sabit cəryan dövrəsinə qoşulmuş həmin sarğacda 3 amper şiddətində cəryan keçdikdə onun maqnit sahəsi enerjisini tapın. Deməli, EHG-nin öz-özünə induksiya EHG-sinin cəryan şiddətinin dəyişmə sürətindən asılıq qrafiki verir və bizdən maqnit sahəsi enerjisini soruşurlar. L kvadratı bölək 2-dir. İni də veriblər 3. Mənə nə lazımdır? L. Onu buradan tapacaq. EHG bərabərdir L moduluna söhbət gedir. Mənfi nəzər almıram. L delta I bölək delta T. Aha, buradan L-i tapsam, öz-özünə induksiya EHG-sidir bu. Öz-özünə induksiya EHG-si, bax bu delta I bölək delta T cəryan şiddətinin dəyişmə sürətidir. Bunu keçirdirəm, ikisini bir yerdə sol tərəfə düşür məxrəcə. Delta I bölək delta T. Öz-özünə induksiyamız neçədir? 1.6. Delta I bölək delta T neçədir bəs? O da 8-dir. Bu da elədir 0.2. Gətirib yerinə qoyacaq. 0.2 vuraq. Cəryan şiddəti 3-dür. Burada veriblər bizə. 3-ün kvadratı bölünsün 2. 0.2 2-yə böləndə 0.1. 9-a da vuranda olacaq 0.9 joule. B variantı olur cavab. 40-cı suala baxağın. Deməli 40-da nə deyir bizə? Sarğacın induktivliyini 3 dəfə azaltdıqda konturdakı cəryan şiddətini necə dəyişmək lazımdır ki, onun maqnit sahəsi enerjisi 27 dəfə artsın. Baxın, induktivliyi 3 dəfə azaltdım. L2 neçə oldu? L1 bölək 3. İndi bizə deyir ki, cəryan şiddətini necə dəyişmək lazımdır ki, maqnit sahəsi enerjisi 27 dəfə artsın. Yəni W2 bərabərdir 27 W1-dir. Biz I2 bölək I1-i tapmalıyıq da. I2 bölək I1-i soruşur bizdən. Nə edirsiniz burada? Bax, belə bir şey düşünəyin, düsturla yazarıq, şifa eləməyəyin. Şifa eləyə bilər əslində, problem yoxdur, amma düsturla yazarıq. Enerjinin düsturu L kvadratı bölək nədir? 2-dir da. Bax, budur. L kvadratı bölək 2. Onda mən yazıram ki, W2 bölək W1 bərabərdir. L-lə də, I-lə də düz asıldı. L2 bölək L1, I2-nin kvadratı bölək I1-in kvadratı yazacaq. İndi W2 bölək W1 neçə eləyir? 27. Çünki bax W2-in yerinə 27 W1 qoyuram. Hətta birbaşa yazmayacağım heç birini. W1 bərabərdir L2. L1 bölək 3-dür. L1 bölək 3. Burada bir dənə L1-imiz var yenə. Gətirib I2 kvadratı bölək I1 kvadrat. Bunu da olduğu kimi yazıram bura.
Buradan bu elləri ixtisar eləyirəm. Ellər getdi işinə. Bu W'ləri də atdım. 3'ü də bura vuracağım çarpaz. 27 vuraq 3 bərabərdir i2 kvadratı bölək i1'in kvadratı. Buradan da aldıq ki i2 kvadratı bölək i1 kvadratı 27 3'ə vuranda 81. Kök alsam onda neçə olacaq? 81'dən neçə çıxır kökdən? 9 çıxacaqdır. Nə aldıq onda? i2 bölək i1 bərabərdir 9'a. Neçə dəfə artırmaq lazımmış? 9 dəfə artırmaq lazımdır. Bu şəkildə yazırıq. 41-ci sual. Deməli 41-də nə deyir bizə? Verilmiş sərbəstdəki cəryan şiddətini 2 dəfə artırdıqda onun maqnit enerjisi 300 joule artdı. Yəni i2 bərabərdir 2-1'dir. Maqnit enerjisi isə 300 joule artdı. W1 üstəgələ 300. Maqnit enerjisinin başlanğıc qiymətini soruşur. Verilmiş sərbəst deyirsə L də sabitdir. L konstant. Uşaqlar W bərabərdir L kvadratı bölək 2 olduğu üçün W deməli ilə necə asıldı? Kvadratik düz. Onda yazırıq W2 bölək W1 bərabərdir i2 kvadratı bölək i1'in kvadratı. W2'nin yerinə yazın W1 üstəgələ 300 bölək W1 bərabərdir. i2'nin yerinə 2-1 qoysaq olacaq 4-1'in kvadratı bölünsün i1'in kvadratı. Bu iləri buradan ixtisar eləyirsiniz gedir. Çarpaz vuranda 4W1 bərabər W1 üstəgələ 30 bu şəkildə yazırıq. Buradan da 3W1 bərabərdir 30'a. W1 də 10 joule olacaqmış. Deməli cavab 10'dur. Növbəti sualımız 10 aldıq da bunun cavabını. 41'in cavabı 10 oldu. Hansı ifadələr doğrudur? Sərbəstdə maqnit enerjisini artırmaq üçün maqnit enerjisini, cəryan şiddətini artırmaq, bəli olar. Çünki L kvadratı belə 2'dir, i ilə kvadrat düzdür. Cəryan şiddətini azaltmaq olmaz. Sarğaca polad içlik daxil etməklə, bəli, sarğaca içlik daxil eləyəndə maqnit enerjisi, maqnit enerji sıxlığı, maqnit seli, hətta induksiya da deyə bilərik. Bunların hamısı nədir? Artır. Deməli, 3 də ödəyəcək. 1, 3, B variantı. 43-cü sual. Sərbəst elektromagnetik əkslərin baş verdiyi rəqs konturunda sarğacın maqnit enerjisi kondensatorun elektrik enerjisinə asılı qrafiki verilmişdir. Maqnit enerjisi 120 milli joule olan anda elektrik enerjisini tapın. Baxın, bura bizə nə verir? Tam enerjini. Bəs bu nədir? Maqnit enerjisidir. Tam enerjimiz 180'dir. Maqnit enerjisi də 120'dir. Tam enerji nəyə bərabərdir? Tam enerji maqnit enerjisi ilə elektrik enerjisinin cəminə bərabər. Tamın yerinə 180, maqnit enerjisinin yerinə 120. 120'dir bu. Gəl olsun. Maqnit enerjisi dedik. Neçədir? 120'dir. Üstəgəl elektrik enerjisi. Onda elektrik enerjisi 180 çıxar. 120 bu da eləyəcək 60. Cavab oldu Y variantı. 44-cü sual. İndüktivliyi 0,5 Henry, L bərabər 0,5. Sarğacın maqnit enerjisi 1 joule-dur. Sarğac cəryan şiddəti I-ni deyir, tapın. I bərabər sualı. Tez yazırsınız L kvadratı bölək 2. Buradan I-ni tapanda kökün altında kvadrat var. Çünki ona görə 2W bölək L yazarsınız. 2 vurulsun, 1 bölünsün 0,5. L'imiz 0,5'dir. Bu elədir 4. 4'dən də nə çıxacaq? 2. Cavab oldu 2 amper. 2 amper. 45-ci sual. Sarğacdakı cəryan şiddəti 5 amper olan 5 amper. Onun maqnit enerjisi 50 joule olarsa indüktivliyi hesablayın. Yenə düsturumuz belədir. W bərabərdir L kvadratı bölək 2. Buradan L bərabərdir 2W bölünsün I kvadratıdır. Yerinə qoyuruq. 2 vurulsun neçədir? 50 bölünsün cəryan şiddəti 5'dir. 5'in kvadratı. 125'e bölündə neçə düşəcək? 4. Cavab oldu 4 Henry. C variantı. 2W bölək F bizə nə verər? Baxın, yerinə nə qoyağım bunun? Deməli, F bölək 2 qoyuram yerinə. Olacaq onda 2 F I bölək 2 bölək bir dənə də burada F'imiz var. Buradan bu ikiləri, bu filəri ataram. Nə qalar yerdə? Cəryan şiddəti. Oldu cəryan. Cəryan şiddəti. B variantı. 44. Sarğacdakı cəryan şiddəti 5 amper. Onun maqnit enerjisi 50 joule
olarsa induktivliyi hesablayın. Deməli, cərəyan şiddəti 5, enerjisi 50 joldur, induktivliyi soruşur. Eli kvadratı bölü 2'dir. Biraz önce elə deyəsinə bu sualı. Yazırıq enerji yerinə 50, eli bilmirik. Cərəyan şiddətimiz 5'dir. 5'in kvadratı 25 bölünsün 2. Buradan el bərabərdir. 2 vuraq 50 bölək 25. Bu da eləyəcək 4. 4 enerjidir. 48-ci sual. Maraqlı sualdır biraz. Baxın indi. Burada nəyə baxacaq? Bax, bura 2R'dir. Bura R'dir. Paralel birləşmə. Paralel birləşmədə ular sabitdir. Onda cərəyan şiddəti müqavimətinə necə asıldı? Tərs asıldı. Onda deyə bilərəm ki, I2 bölək I1 bərabərdir R1 bölək R2'dan. Bax, bunu birinci kimi düşünün. L1'dir. Burada 2'dir da. L2'dir. Onda buradan alıram ki, I2 bölək I1 bərabərdir. R1'imiz neçədir? 2R. R2'miz də R'dir. Belə elədik. Bu I2'dan. Buradan ixtisarlarımızı eləsək, R'lər getdi. I2 bərabər oldu 2 I1'ə. Bu 1. Digər tərəfdən L1'imiz L'dir. L2'miz də neçədir? 2 L'dir. Bunu da bildik. Enerjilərin nisbətini soruşur. W1 bölək W2. Enerji L kvadratı bölək 2'dir. Həm L ilə, həm də I ilə düz asıldı. Onda yazırıq. I1'in kvadratı bölək I2'in kvadratı. I ilə kvadratik. L ilə normal düzdür. Yazaq L1 bölək L2. İndi I1'in yerinə nə qoyacaq? Daha doğrusu I2'in yerinə qoyarıq. I1'in kvadratı I2'in yerinə qoyun. Neçə? I2'in yerinə qoyacaq 2-1. Kvadrata yüksəltsəm olacaq 4-1 kvadratı. L1. L1'imiz neçədir? L'dir. L2'miz neçədir? 2L. Burada 2L'i qoyduq. Buradan ixtisarlarımızı eləsək, bu ilər, L'lər ixtisar getdi, qaldı 1 bölək 8. Cavab oldu B variantı. 49. İnduktivliyi 1 Henry olan sarğacda cərəyan şiddətini 3 dəfə artırdıqda sarğacın maqnit sahəsi enerjisi 16 jol artdı. Sarğacdakı cərəyan şiddətinin başlanğıc qiymətini hesablayın. İnduktivliyi bilirik. Ona görə biz nə etməliyik ilk öncə? Nəyi tapmalıyıq burada? Bir dəqiqə, uşaqlar burada yer açım. Başlanğıc enerjini tapmalısınız. Baxın, belə yazırıq. Cərəyan şiddəti 3 dəfə artırdıqda, yəni I2 bərabər 3-1, enerji neçə dəfə artdı? Nə qədər artdı? 16 jol artdı. Enerji cərəyan şiddətinin kvadratik düz asıldı. Onda yazırıq W2 bölək W1, I2 kvadratı bölək I1'in kvadratı. W2'in yerinə qoyun W1 üstə gələk 16 bölək W1 bərabərdir. I2'nin yerinə qoyacağım 3-1 kvadratı olacaq 9-1 kvadratı bölək I1'in kvadratı. Bunları buradan ixtisar eləsək, çarpaz vursaq 9W1 bərabərdir W1 üstə gələk 16. Buradan alıram 8W1 bərabərdir 16'ya, W1 də bərabərdir 2 jol. Bunu tapdıq. İndi bizə deyir ki, I1'i tapın. Bəs başlanğıc enerjimiz neçə oldu? W1'imiz oldu 2 jol. İndi gətirib burada mən I-ni necə tapacam? Enerjinin düsturundan. W1 bərabərdir. İnduktivlik var, cərəyan şiddətini soruşur. L I1'in kvadratı bölü 2. W1'i tapdıq 2. 2 bərabərdir. L'imiz 1'dir, 1 enerjidir. 1 bölü 2 I1'in kvadratı. Buradan I1 kvadratı bərabərdir 4'ə, I1 də bərabərdir neçəyə? 2'yə. Cərəyan şiddəti 2 amperdir. C variantı olur. Sual. Reostatın sürücüsünü sola sürüşdürəndə, bax sola. Hara sürüşdürürük? Sola sürüşdürdükdə L induktivlikli sarğacda maqnit sahəsinin enerjisi və maqnit seli necə dəyişər? Maraqlı sualdır. Baxın, nə edirik? Cəryan hər zaman bilirik ki, hardan hara gəlir? Müsbətdən mənfiyə. Bax, buradan gəlib. Əvvəlcə cəryan bu qədər yoldan keçirdi. Bax, bu qədər hissədən. Bir L1 deyirəm bura. İndi mən reostatın sürücü qolunu sola sürüşdürəndə, məsələn, gətirdim bura. Sola bura gətirdik. Bu səfər cəryanın keçdiyi yol bura olacaq. Baxın, bu qədər hissədən keçəcək. L2 olacaq. Yəni, buna reostatın işçi hissəsi deyirlər. Yəni, L1 kiçik oldu L2'dən.
Uzunluq neynədir? Artdı. Uzunluq artırsa müqavimət nəyə bərabərdir? Rho L bölü S-dir da. L artdısa müqavimət nə etməlidir? Artmalıdır. Aha, onda reostatın müqaviməti artdı. Müqavimət artırsa I bərabərdir. U bölünsün R düsturuna görə cəryan şiddəti nədir? Azaldı. Bunu bildik. Deməli, biz reostatın sürücü qolunu sola sürüşdürəndə reostatın müqavimətini artırdıq və cəryan şiddəti, dövrədəki cəryan şiddəti nədir? Azaldı. Bəs maqnit sahəsinin enerjisi L kvadratı bölü 2 deyil. L burada sabitdir. L dəyişməyib. I azaldığı üçün maqnit sahəsinin enerjisi nə etməlidir? Azalmalıdır. Kvadratik düz asılıdır. Maqnit seli fi bərabərdir. L düsturuna görə I azaldısa fi də azalacaq. Deməli, hər ikisini eləyər, azalar. A variantı oldu. 51. İnduktivliyi 2 milli aktiv müqaviməti 0,6 ohm olan sarğac sabit gərgin mənbəyinə qoşulub. Sarğacın maqnit sahəsinin enerjisi 9 millijoule olarsa, onun uclarındakı gərginliyi hesablayın. Deməli, induktivliyi neçədir? 2 milli henridir. Aktiv müqaviməti 0,6 olan, bax, bu sarğacın da müqavimətidir, aktiv müqavimət. 0,6 ohmdur. Sarğac sabit gərgin mənbəyinə qoşulub. Sarğacın maqnit sahəsinin enerjisi 9 millijouledur. Deməli, enerjimiz neçədir? 9 millijoule olarsa, onun uclarındakı gərginliyi soruşur. U bərabər suala. Deməli, nə edirsiniz burada? İlk öncə W bərabərdir L kvadratı bölü 2. Buradan I tapacağıq. I bərabər kökün altında 2W bölək L'dir. Gətirib yerinə qoysam, 2 vurulsun W neçədir? 9 bölünsün millidirsə, onları çevirməm da. Millilər onsuz da ixtisar gedəcək, nəzər almayacaq. Bu ikilər ixtisar getdi, 3 çıxdı. Cəryan şiddəti 3'dür. İndi I nəyə bərabərdir? U bölək R-dirsə, R nəyə bərabər? Daha doğrusu, U nəyə bərabər olacaq? I vuraq R-ə. I-mizi 3 tapdıq. Aktiv müqavimətdə 0,6-dır da. Bu da olacaq 1,8. Deməli, nə? Volt. Cavab olur 1,8 volt. D variantı. Növbəti sualımız 52-ci sual. Sarğacın daxilindəki maqnit seli 0,3 Weberdən 0,7 Weberə qədər artır. Deməli, maqnit selin başlanğıc qiyməti 0,3'dür. Sonraki qiymət F2 neçədir? 0,7 Weberdir. Belə. Qədər artırdıqda maqnit sahəsinin enerjisi 0,4 joule artdı. W2 bərabərdir W1 üstə gələk neçə? 0,4. 0,4. Sarğacın induktivliyini hesablayın. L bərabərdir suala. Enerji düsturu başlanğıc enerji tapırsınız buradan. Fi kvadratı bölək 2L. İndi enerji fi ilə necə asıldır? Kvadratik düzdür da. Onda yazıram ki W2 bölək W1 bərabərdir. Fi2'nin kvadratı bölək Fi1'in nəyi? Kvadratı. Gətirib yerinə qoysaq, W2'nin yerinə qoyacağım W1 üstəcək 0,4 bölək W1 bərabərdir. Fi2'nin yerinə də qoyuram 0,7. 0,7'nin kvadratı neçə eləyir? 0,49 bölək 0,3'ün kvadratı, o da 0,9 eləyir. Buradan tamları atdınız. Yuxarıda 49, aşağıda 9 qaldı. Çarpaz vurdıq. 9 W1 üstə gələk 3,6 bərabərdir. 9'u 0,4'e vurduq. 49 W1'ə. Buradan da alıram 3,6 bərabərdir 40 W1'ə. W1 neçə oldu onda? 3,6'yı böldüm 40'a. O da eləyir 0,4 joule. Bu bir başlanğıc enerjimizdir. Bizdən nəyi soruşur? Sarğacın induktivliyini. Bəs sarğacın induktivliyini necə tapacağıq? Başlanğıc enerjini bildik. Deməli, maqnit selində bilirəm. Onda düsturumuz necə idi? Belə oldu da. W1 bərabərdir fi kvadratı, Fi1'in kvadratı bölək 2L. L'ı buradan tapanda Fi1'in kvadratı bölək 2 W1 yazacağım. Yerinə qoysa Fi1'miz neçədir? 0,100 Fi1'miz daha doğrusu 0,3'dür da. Düz dedik mi? Hə, 0,3'dür. 0,3'ün kvadratı. Bir dəqiqə 3,6'yı 40'a bölündə daha doğrusu 0,9 eləyir. Hə, üzülürsən, orada səhv eləmişik. 36 4'e bölündə 9 eləyər də. 2 vurulsun 0,9. 0,3'ün kvadratı 0,9 eləyir.
2 vurulsun 0,9. Buranı düzəltdik. 0,9'dur. Bunlar ixtisar getdi, qaldı 0,5. Deməli, cavab olur 0,5 Henry. 53-cü sual. Ferromagnet içlik sarğaca daxil edilir. Sarğacın maqnit sahəsi enerjisi və maqnit induksiyasının modulu necə dəyişir? Yadınızda qalsın ki, maqnit induksiyası, maqnit seli, maqnit sahəsinin enerjisi, maqnit sahəsi enerji sıxlıqları bunlar müyü düz asılıdır. Yəni daxil eləyəndə artır. Daxil eləyirəmsə, həm maqnit sahəsinin enerjisi, həm də maqnit sahəsinin induksiyası artar. İkisi də artacaq D variantı. 54. Reostatın sürücü qolunu reostatın ardıcı birləşdirilmiş sarğacı sabit cəryan mənbəyinə qoşulub. Reostatın sürücüsünü sağa sürüşdürəndə, bax sağa sürüşdürəcəm indi. Sürüşdürdükdən sonra sarğacdakı maqnit seli və maqnit sahəsi enerjisi necə dəyişər? Fikir verin, cəryan buradan gəlir. Cəryan gəldiyi yer buradır. Bu qədər hissədən keçirdi. İndi bunu sürüşdürdük. Əvvəlcə cəryan keçdiyi yolun hissənin uzunluğu bu idi, L1. Sürüşdürdüm, gətirdim bura. Bu səfər bu qədər hissədən keçəcək də cəryan. Bax, bu qədər hissədən keçdi. Yəni uzunluq neynədir? Artdı. Uzunluq artdı. Onda müqavimət neynəyəcək? Artacaq. R bərabərdir. Rho-L bölək S düsturuna görə L artıbsa, R də artmalıdır. R artırsa, I bərabərdir. U bölək R-ə görə R artsa, əslində burada mənbədir, belə yazmalıyıq. Epsilon bölək R plus R-dir. R artsa, I neynəyəcək? Azalacaqdır. Bu epsilondur, baxın uşaqlar. Qapalı dövrə daxı ona görə. Aha, R artırdıq. R artanda I neynədir? Azaldı. I azalırsa, maqnit seli fi bərabərdir L düsturuna görə. I azaldısa, fi neynəməlidir? Azalmalıdır. Maqnit sahəsi enerjisi L kvadratı bölək 2-dir. I azalıbsa, maqnit sahəsi enerjisi də neynəyəcək? Azalacaqdır. Hər ikisi deməli neynədir? Azalar. C variantı. C yox daha doğrusu. Azalar. B variantı. 55. Sarğacdakı cəryan şiddəti 2 dəfə artırdıqda onun maqnit sahəsi enerjisi 90 jol artdı. Sarğacın maqnit sahəsi enerjisinin başlanğıc qiymətini soruşur bizdən. W1-i deyə tapın. Yer açağım burada. Yeri açdım. Maqnit demə sarğacdakı cəryan şiddətini 2 dəfə artırırıq. E2 bərabər nə? 2-1-ə. Enerji isə W2 nə qədər artdı? 90 jol artdı. 90. Yazırıq ki, enerji ilə cəryan şiddəti kvadratik düz asılıdır. W2 bölək W1 bərabərdir I2-nin kvadratı bölək I1-in kvadratı. W2-nin yerinə qoysan W1 üstəcək 90 bölək W1 bərabərdir. I2-nin yerinə qoysam 2-1 kvadrat olacaq 4-1-in kvadratı bölək I1-in kvadratı. Bu iləri buradan ataram, gedər. Çarpaz vursam 4W1 bərabərdir. W1 üstəcək 90. Buradan 3W1-i alacam. 90. W1 də bərabər olacaq 30-a. Deməli, 30 joluymuş. Növbəti sualımız 56-cı sual. Sarğacda cəryan şiddəti 2 dəfə artırdıqda onun maqnit sahəsi enerjisi 60 jol artdı. Sarğacın maqnit sahəsi enerjisinin başlanğıc qiymətini hesablayın. Yenə oxşar sualdır. Yəni W2 bölək W1 bərabərdir I2 bölək I1-dir. W2-nin yerinə yazırsınız W1 üstəcə 60 birbaşa yazağında böləyin W1-ə. I2 də 2 dəfə artıbdır. Onda I2-nin yerinə 2-1 qoysam kvadratı 4-1 kvadratı bölək I1-in kvadratı. Buradan iləri ixtisar edirsiniz, çarpaz vurursunuz. 4W1 bərabər W1 üstəcə 60. 3W1 bərabərdir 60-a, W1 də bərabərdir 20 jola. Cavab oldu 20 jol. 57. Reostatın ardıcı birləşdirilmiş sarğac sabit gərgin mənbəyinə qoşulub. Reostatın sürücüsünü sola sürüşdürəndə. Bir dəqiqə, biz burada sağa sürüşdürürük deyirdik, sola. Aha, sağa sürüşdürdük, düzdür. Aha. Elə bildim, səhv oxumuşuq, ona görə uşaqlar 54-dür. 57. Sola sürüşdürdük də. İndi sola sürüşdürmək, baxın, bu tərəfə gətirəcək də. Cəryan buradan gəlir yenə. Cəryan buradan gəlir, buradan keçib gedir. Əvvəlcə cəryan keçdiyi hissənin uzunluğu bu idi. L1 dedik buna. Reostatın sürücü qolunu sola sürüşdürdüm. Bax, gətirdim bura. Təsəvvür edin. Bu səfər cəryan bu qədər hissədən keçdi.
Nə oldu? Cəryanın işçi hissəsi, belə deyək də, reostatın işçi hissəsinin uzunluğu azaldı. L2 də bu oldu. İndi R bərabərdir. Rho-L bölək S düsturuna görə L azaldısa, R nə etməlidir? Azalmalıdır. Bəs cəryan şiddəti necə olacaq? I bərabərdir. U bölək U deməyən, epsilon deyən yenə R plus R-ə görə. Bu mənbənin EHG-sidir. Epsilon bölək R. R nə etməlidir? Azaldısa cəryan şiddəti artdı. Fi bərabərdir. L düsturuna görə I artıbsa fi nə etməlidir? Artmalıdır. Bəs maqnit sahəsinin enerjisi L kvadratı bölək nədir? 2-dir. İndi burada I artsa, maqnit sahəsinin enerjisi də nə edəcək? Artacaqdır. Deməli, artar ikisi də. E variantı. 58. Ferromaqnit içliyi sarğacdan çıxarılarsa. İçlik sarğacdan çıxanda dedik ki, maqnit sahəsinin enerjisi, induksiya, maqnit sahəsinin enerji sıxlığı, maqnit seli. Bunlar düz asıldı müyünə, maqnit nüfuzluğu ilə. Çıxardıramsa azalır, daxil edirəmsə artır uşaqlar. İndi çıxardıram, hər ikisi nə edir? Azalar. Cavab olur B variantı. 59. Reostata ardıcıl birləşdirilmiş sarğac sabit gərgin mənbəyinə qoşulmuşdur. Reostatın sürücüsünü sola sürüşdürəndə, reostatın sürücüsünü sola sürüşdürürük. Yəni əvvəlcə, bax, cəryan buradan gəlirdi, bu qədər hissədən keçirdi. Reostatın sürücüsünü indi gətirdik bura. Bura gətirəndə işçi hissənin uzunluğu nə edirdi? Azaldı. İşçi hissənin uzunluğu azalıbsa cəryan şiddəti artacaqdır. Çünki müqavimət azalır. Cəryan şiddəti artırsa maqnit seli və maqnit sahəsi enerjisi hər ikisi artır. Cavab olacaq Y variantı. Bayaqki sualından oxşar sual idi. Baxın, 57 ilə eyni sualdır. İkisi də 2024-də düşüb yəqin qəbula. Bəli, biri birinci qrupdur, biri dördüncü qrup. 60-cı sual. Ferromaqnit içliyi sarğacdan çıxarılırsa, çıxardırıqsa həm maqnit sahəsi enerjisi, həm də induksiya, həm maqnit sahəsi enerji sıxlığı, həm də deyə bilərik ki, burada maqnit seli. Bunların hamısı azalır uşaqlar. Hamısı azalacaqdır. Azalar, azalar. Cavab olur Y variantı. Sağ olun uşaqlar, hər birinizə uğurlar arzu edirəm.